Salam əziz izləyicilər. Bugünkü dərsimiz 5-ci sinif Azərbaycan dili 2-ci hissə, səhifə 28 ümumiləşdirici təkrar. Əvvəlcə burada kiçik bir mətn verilib, mətni oxuyuruq. Qalib qurbağa. Günlərin bir günü qurbağalar bir qalanın başına çıxmaq üçün yarış keçirirlər. Qala çox hündür olduğu üçün heç kim qurbağaların bu işi bacaracağına inanmırdı. Hətta bəziləri əbəs yerə özünüzü yormayın, bu siz bacaran iş deyil, deyə qışqırırdılar. Çox keçmir ki, yorğun qurbağalar bir-bir geri çəkilərək yarışdan çıxmağa başlayırlar. Təkcə bir qurbağadan başqa. O heç kimə fikir vermədən inadla dırmaşmaqda davam edir, qətiyyən ümidini itirmirdi. Çox keçmir ki, qurbağa qalanın başına çatır, hamı heyrətlə onu alqışlayır. Qalib qurbağa yerə inəndə ətrafdakılar onun başına toplaşaraq suallar yağdırırlar. Buna necə nail oldun? Sən bu çətin işi necə bacardın? Qurbağadan səs çıxmır. Suallar təkrarlanır, yenə qurbağa cavab vermir. Bilirsiniz niyə? Çünki qurbağanın qulaqları eşitmirdi. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Baxırıq birinci tapşırığa. Mətndə hansı suala cavab yoxdur? Deməli, yarışın şərti nə idi? Demək, 1. Yarışın şərti bir qalanın başına çıxmaq idi. Deyir ki, birinci cümlədə verilib, deyir, günlərin bir günü qurbağalar bir qalanın başına çıxmaq üçün yarış keçirirlər. Demək, yarışın şərti ilə qalanın başına çıxmaq idi. Ona görə birinci sualın cavabı var. Yarışın çətinliyi nədə idi? Çətinliyi qala çox hündür idi. Ona görə də qurbağaların bu işi bacaracağına inanmırdılar. Deməli, qalanın çox hündür olduğuna görə bu da çətinlik idi. Niyə qurbağa heç kimə cavab vermirdi? Çünki qurbağanın qulaqları eşitmirdi. Amma C bəndinin cavabı yoxdur mətndə. Qurbağa neçə dəqiqəyə qalanın başına çatdı? Belə bir məlumat verilməyib. Deməli, birinci tapşırıqda oldu düzgün cavab C bəndi. İndi ikinci tapşırığa baxırıq. 2-də deyir, bu mətnin təmsil olduğunu əsaslandıran fikirləri seçin. Ədəbiyyat dərsindən öyrəndiklərimizə əsasən bunu cavablandıra bilərik. Məsələn, təmsillərdə insanlara aid olan xüsusiyyətlər, heyvanlar, quşlar üzərinə köçürülürdü. Yəni, insanlar danışa bilirsə, heyvanlar da danışa bilir. Buna da deyilir şəxsləndirmə. Sonra da təmsillərdə nəsihətamiz fikir olurdu. Yəni, insanlara hər bir təmsilin sonunda insanlara müəyyən bir məsləhət, nəsihət, öyüd verilirdi. Buna görə də deyə bilərik, mətndə heyvan obrazları şəxsləndirilib, birin bu götürürük, biri isə mətn nəsihətamiz sonluqla bitir. Demək, ikinci tapşırıqda da 2 ilə 3-ü düz cavab götürürük. 2, 3 də burada verilib C bəndində. Üçüncü tapşırıq. Mətnin sonluğuna hansı cümləni əlavə edərdiniz? Yaxşıya ümid edin, pisə hazır olun. Məsləhətli don gen olar. Adamın işi gərək əvvəldən düz gətirsin. Bəzən qulaqları tıxamaq uğura çatmağın ən yaxşı yoludur. Bax, mətnə sonluğuna, belə deyək, nəticə hissəsinə uyğun gələn ən yaxşı fikir D bəndidir. Deməli, 3-də cavab olacaq D bəndi. Keçirik 4-cü tapşırığa. 4-də deyir, cədvələ görə yanlış fikirləri müəyyən edin. Fakt, ehtimal. Fakt nədir, ehtimal nədir? Fakt dəqiq məlumatdır. Mətndə yəni ki, dəqiq var. Ehtimalı isə biz mətndəki məlumatlara əsasən elə düşünürük ki, bu ola bilər. Fakt hansıdır? Qurbağanın qulaqları eşitmirdi. Ətrafdakıları dinləməyənlər həmişə uğur qazana bilərlər. İkinci fikir mətnin ideyasıdır. Buna görə bunu götürə bilmərik. Fakt kimi götürürük, qurbağanın qulaqları eşitmirdi. Deməli, bu faktdır. Bizə deyir yanlış fikirləri. Ona görə bir doğru olduğuna görə, bir həqiqətən də fakt olduğuna görə. Demək, burada götürdük 1-in 2. Buradan qoy xətt seçim. Bu oldu 4-cü tapşırıq. Cavabın 1-in götürdüyü 2. Çünki buradakı ikinci cümlə fakt ola bilməz. Fakt o deməkdir ki, dəqiq məlumat. Ehtimala baxaq.
Qurbağa ətrafdakıların dediyini eşitsəydi, ruhdan düşərdi, geri qayıdardı. Bu həqiqətən də ehtimaldır. Yəni biz elə düşünürük ki, qurbağanın qulaqları eşitmirdi, amma eşitsəydi həqiqətən də bəlkə də o da ruhdan düşüb qayıdacaqdı. Bu ehtimaldır. Bizə yanlış fikri soruşduğu üçün 3-ü götürmürük. Ehtimal ola biləcək yanlış fikri götürürük. Qurbağa yarışı uğurla başa vurdu. Bax, bu ehtimal yox, bu faktdır artıq. Çünki bu dəqiq məlumatdır. Ehtimal sırasında verilə bilməz. Səhv cavablardan da biri olacaq 4. 2, 4. 2, 4 cavabı da olacaq. Deməli, B bəndində. İndi baxırıq 5-ciyə. 5-cidə nə deyir? Cümlələrin tərkibindəki nitq hissələrini cədvəl üzrə qruplaşdırın. Birinci cümləyə baxaq. Demək 5. Əsas nitq hissəsi, köməkçi nitq hissəsi. Burada 2 sütun verilib. Mən sütun çəkməyəcəm. Sadəcə yazacağım əsas nitq hissəsi. Siz istədiyiniz kimi yaza bilərsiniz. Yəni ki, cədvəldən də istifadə edə bilərsiniz. Əsas nitq hissələri və yaxud hissəsi. Nəhayət modal sözdüyü. Səmra isimdir, ana sözü də isimdir, ilə qoşmadır. Sirk isimdir, getmək də feildir. Deməli, burada olacaq əsas nitq hissəsi Səmra, anası, sirkə, bir də getdi sözləri. Səmra, anası, İkinci cümləyə baxırıq. Doğrudur sözü, demək, oldu modal söz, bundan işimiz yoxdur. Əli isimdir və bağlayıcıdır. Dost isimdir, eyni sifətdir. Bina isimdir, yaşayırlar. Hərəkət bildirir, feildir, amma bağlayıcıdır. Gec zərfdir, görüşürlər. Demək, əsas nitq hissələri ikinci cümlədə Əli, dostu, eyni, binada yaşayırlar. Bir də ki, əsas və köməkçi nitq hissələrin ən rahat yolla necə müəyyənləşdirə bilərsiniz? Sual verirsən həmin sözə. Əgər o söz suala cavab verirsə, deməli əsas nitq hissəsidir. Yox, əgər suala cavab vermirsə, deməli köməkçi nitq hissəsidir. Üçdə təəssüf ki, demək modal sözdür. Nə yağış, nə də külək dayanırdı. Nə də bağlayıcıdır. Demək olacaq burada əsas nitq hissəsi yağış, külək, bir də dayanırdı sözləri. Yağış, külək və dayanırdı. Dördüncü cümlə. Bu film həm uşaqlar, həm bağlayıcı, həm də bağlayıcı, həm də böyüklər üçün qoşma çox maraqlı idi. Çox da ədat olacaq. Demək, burada olacaq əsas nitq hissəsi bu. Əvəzlikdir. Film isimdir, uşaqlar isimdir. Demək, böyüklər sifətdir. Çox demək ədat oldu, maraqlı. Maraqlı sözləri oldu əsas nitq hissələri. 5-ci cümlədə həqiqətən modal sözdür. Tədbirin isimdir. Tədbirin nəyin? Sual verdi, suala cavab verdi. Ən ədatdır. İşimiz yoxdur ondan. Aktiv necə? Sifət. İştirakçıları sizsiniz. Sizsiniz. Deməli, əsas nitq hissələri bu qədər. İndi köməkçi nitq hissələrində qeyd edək. Demək, birinci cümlədə nəhayət bir də ilə olacaq. Biri modal sözdür, biri qoşma. İkinci cümlədə doğrudur və amma.
Üçüncü cümlədə təəssüf ki, nə-nədə. Dördüncü cümlədə həm, həmdə, üçün çox. Beşinci cümlədə həqiqətən, bir də ən. Keçək 6-cı tapşırığa. Demək, burada bir cədvəl verilib. Cədvələ uyğun biz də yazaq. Mən cədvəli çəkmirəm, sadəcə belə yazacağım. Söz, təkcəm, mənsubiyyət, hal, bir də xəbərlik. Xəbərlik də şəxs deməkdir də, yəni şəxs xəbərlik şəkilçisi. Qonaqlarımız sözü nümunə üçün verib. Daha doğrusu qonaqlarımız yox, qonaqlarınız sözüdür burada. Sözü yazdıq, qonaqlarınız. Təkdədir yoxsa cəmdə, cəmdədir. Mənsubiyyətə görə dəyişib, sizin qonaqlarınız, düzdür. İkinci şəxs. Hal, demək, adlı hal. Əgər sözdə heç bir halın şəkilçisi yoxdursa, yəni ki, yiyəlik, yönlük, təsirlik, sadəcə mənsubiyyət şəkilçisi varsa, o söz adlı halda hesab olunur. Məsələn, qonaqlarınız sözündə görürsünüz, bir dənə cəm şəkilçisi var, bir də mənsubiyyət şəkilçisi var. Deməli, bu sözdə başqa heç bir şəkilçi yoxdursa, o söz oldu adlı halda. Xəbərlik şəkilçisi yoxdur. İndi keçək şəhərimizi sözünə. Şəhərimiz təkdədir. Mənsubiyyətə görə dəyişib, bizim şəhərimiz birinci şəxsdir, birinci şəxsin cəmidir. Sual verir, şəhərimizi, haranı, şəhərimizi. Haranı sualı təsirli halın sualıdır. Deməli, bu söz təsirli haldadır. Və xəbərlik şəkilçisi də yoxdur. Məktəblilərin. Məktəblilərin sözü cəmdədir. Məktəblilər, görürsünüz, cəm şəkilçisi var burada. Məktəblilərin sözündə mənsubiyyət şəkilçisi yoxdur. Demək, məktəblilərin əllərindəki üç rəngli bayrağımız kimin, məktəblilərin, yiyəlik halın şəkilçisini qəbul edib. Yiyəlik haldadır və xəbərlik şəkilçisi də yoxdur. Bayrağımızdır. Təkdədir, cəm şəkilçisi yoxdur. Çünki cəm şəkilçisi larlərdə, o da yoxdursa, deməli yoxdur. Mənsubiyyətə görə dəyişib. Bizim bayrağımız, deməli, birinci şəxsdir, birinci şəxsin cəmidir. Bayrağımızdır, demək, təkcə mənsubiyyət şəkilçisi var. Bir də şəxs xəbərlik şəkilçisi var, adlı haldadır. Digər halın şəkilçisi yoxdur. Bir də xəbərlik şəkilçisi qəbul edib. Dırdır şəkilçisini qəbul edib. Üçüncü şəxsin xəbərliyin qəbul edib. Yazırıq bura üçüncü şəxs. Sonra xalqımız. Arzusuna. Yazıçının. Xalqımız sözü təkdədir. Mənsubiyyətə görə dəyişib. Bizim xalqımız birinci şəxsin cəmindədir. Təkcə mənsubiyyət şəkilçisi var sözdə. Deməli, adlı haldadır və xəbərlik şəkilçisi yoxdur. Arzusuna təkdədir. Kimin arzusuna? Onun arzusuna. Üçüncü şəxsin mənsubiyyətini qəbul edib. Arzusuna nəyə? Yönlük halın sualına cavab verir. Deməli, yönlük haldadır və xəbərlik şəkilçisi də yoxdur.
Yazıçının təkdədir, cəm şəkilçisi yoxdur. Demək, yazıçının hekayəsi. Demək, mənsubiyyət şəkilçisi yoxdur. Yiyəli çaldadır. Kimin hekayəsi, yazıçının görürsünüz, kimin sualına cavab verir. Bir də xəbərlik şəkilçisi də yoxdur. İki söz qaldı. Hekayəsinin, bir də qızdır sözü. Bunları da qeyd edək. Hekayəsinin, bir də qızdır sözü. Hər ikisi təkdədir. Onun hekayəsi üçüncü şəxsin mənsubiyyətini qəbul edib. Hekayəsinin qəhrəmanı, nəyin qəhrəmanı hekayəsinin, sonra da yiyəli çalın şəkilçisini qəbul edib. Xəbərlik şəkilçisi yoxdur. Qızdır təkdədir. Mənsubiyyət şəkilçisi qəbul etməyib. Demək, təkcə xəbərlik şəkilçisi qəbul edib, deməli adlı haldadır. Və xəbərlik şəkilçisi üçüncü şəxsin təkinin xəbərliyini qəbul edib. Keçək digər tapşırığa. Qeydlərinizi götürə bilərsiniz. 7-də deyir, isimlərə qoşulan şəkilçilərin funksiyalarını müəyyən edin. Yəni ki, ismin tərkibində olan şəkilçi nə şəkilçisidir? Leksik şəkilçisidir, mənsubiyyət şəkilçisidir, hal şəkilçisidir, yoxsa şəxs xəbərli şəkilçisidir. Sözlərin birini qeyd ediblər burada, yoldaşımındır sözünü nümunə üçün veriblər. Bu nümunəyə əsasən digərlərində o qaydada yazmalısınız. Sözləri qeyd edirəm. Demək, kitabınızdır sözü. Demək, bu tapşırıq oldu 7-ci tapşırıq. Biri oldu kitabınızdır. Qələmlərim. Torpaqlarımızda. Bir də məktublardandır. Məktublardandır. Baxırıq, deməli. Birinci kitabınızdır sözü. Inız mənsubiyyət şəkilçisi. Sözün kökünü qeyd eləməyə ehtiyac yoxdur. Kitabdır sözün kökü. Inız oldu mənsubiyyət şəkilçisi. Mənsubiyyət şəkilçisi. Sizin kitabınız. İkinci şəxs. İkinci şəxsin cəmidir. Sizin kitabınız. Dır da oldu. Xəbərlik. Üçüncü şəxsin təki. Üçüncü şəxsin təki oldu. Qələmlərim. Qələmlərim sözündə lar, lər cəm şəkilçisidir. Lər demək olacaq cəm şəkilçisi. İm şəkilçisi isə mənim qələmlərim, mənə məxsus qələmlər olacaq mənsubiyyət şəkilçisi. Mənim demək olacaq birinci şəxsin təki. Mənim qələmlərim. Torpaqlarımızda. Deməli, lar, lər cəm şəkilçisi. Lar cəm şəkilçisi. Imız bizim torpaqlarımız. Mənsubiyyət
Bizim torpaqlarımız, bizim. Birinci şəxsin cəmi. Da. Da olacaq. Harada torpaqlarımızda yerli çal. Məktublardandır. Məktub sözün kökü lar cəm şəkilçisi. Dan, məktublardan, nədən? Çıxışlı kalın şəkilçisi. Dır, dır üstü 4 isə üçüncü şəxsin təkinin xəbərlik şəkilçisi. Deməli, dır oldu xəbərlik. Üçüncü şəxsin təki.